Doğru Xəbər Azərbaycan bildirir ki, aprelin 26-sında Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gecə və səhər bəzi yerlərdə güclənəcək. Temperatur gecə 13-17, gündüz 22-27 dərəcə isti, atmosfer təzyiqi isə 757 mm civə sütun olacaq. Naxçıvanda axşam saatlarında bəzi yerlərdə qısa müddətli yağıntı ehtimalı var. Temperatur 16-19 dərəcə isti olacaq. Azərbaycan əksər rayonlarında sabah yağıntı gözlənilmir, lakin gecə və axşam şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Duman olacaq, mülayim qərb küləyi bəzi yerlərdə güclənəcək. Temperatur gecə 13-18, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.